10-cu Krallıq. Scott Cohen. Mən öldüm. İşim yarımçıq qaldı. Ağcapərinin evi isə möhkəm dayandı. Bu işi sən başa çatdırmalısan. Qəsrimin yanındakı xarabalıqda gücümün mənbəyini tapacaqsan. Operatorlar Lawrence Jones və Chris Howard'dır. Bəstəkar Ann Dudley. Sənin güclü olmağında bacarığım köməyinə gələcək. Güzgü, səyahətə çıxmaq üçün. Senari müəllifi Simon Moore. Güzgü, casusluq eləmək üçün. Rejissorlar David Carson və Robert Wise. Güzgü, yada salmaq üçün. Güzgü, yaddan çıxarmaq üçün. Güzgü, bütün dünyaya hökmranlıq etmək üçün. Belə gücü əldə eləmək gözəldir. Bugün kızartma olacak. Kızartma. Əl çəkin məndən. Bugün kızartma olacak. Baxın, ən güclü və qüdrətli cin üçün hədiyyə. Bilirsiniz nəyin iyi gəlir? Dərinin. Ayakkabılar. Belki çekmeler. Özü də ayağımın ölçüsünə düz gəlir. Yok benim ayağıma. Hediye benimdi. Yox, mənimdir. Benimdi. Gel püşke tak. Kimin olacağına karar verek. Salam. Xilaskarlar gəldi. Yaxın gəlmə. Qorxma, mən artıq əvvəlki kimi deyiləm. Özümdə müalicə olunmuşam. Yeməyi sevgi ilə əvəz eləmişəm. Bunun sübutu kitablardır. Dairəni qırmaq, 7 gün ərzində sağalmaq, özünü günahlandırmaq və yerini isladın uşağa kömək. Yox, bunu səhvən gətirmişəm. Əgər biraz da yaxın gəlsən, qışqıracağam. Bu boşuna hədələmək adlanır. Bilirsən, hiss eləyirəm ki, sənin mənə inamın yoxdur. Nənəmi yemək istəyəndən sonra sənə ümumiyyətlə inamım itib. Elə deyil. Zarafat eləyirdim. Canavarlar həmişə özlərini elə göstərirlər ki, güya pis iş görürlər. Mən heç vaxt elə yaşlı qadını yeməzdim. Xətrinə dəyməzdim. Onun üçün heç ağzımın suyu da axmadı. Yox, axdı. Ancaq yavaş-yavaş. Lənət olsun. Sənə canavar andı verirəm ki, mənimlə təhlükəsizlikdə olacaqsan. Donuz balası kərpicli evdə olduğu kimi indi qaçış planı hazırlamalıyam. Necə romantikdir, biz təhlükədəyik. Sürünə bilirsən? Bura gələnəcə 3 dəfə yıxıldım. Bu sehirli çəkmədir. Onları geyəndə gözə görünməz olursan. Bilirəm. Onlar bunu necə eləyirlər? Əl dəymə, yoxsa həmişə onlarda gəzmək istəyəcəksən. Eyvan yoxsa dəhliz? Sual budur. Görün, onların təsiri necədir?
Onlar sənə artıq öz təsirini göstərir. Əl dəymə. Fikirləşirəm, dəhliz. Yox. Eyvan, tez ol. Bura gələn var. Gözlə. Hara gedirsən? Həbsxanaya qayıdıram. Həbsxanaya? Bu planıma uyğun gəlmir. Atamı tapıb evimizə qayıtmaq istəyirəm. Yaxşı, yaxşı. Ancaq o yolla yox. Virginia, əgər mənimlə getməsən 5 dəqiqə belə sağ qalmayacaqsan. Biz o yolla getməməliyik. Buradan gedək. Buradan heç vaxt. Baxla meşəsi, nəhənglərdən qorunun. Qəhrəman Jack. Jack möcüzələr ölkəsindədir. Dintown'un birinci meri olub. Nə vaxtsa bura çiçəkli ərazi sayılırdı. Sonra isə hər şey böyüyüb, nəhəng paxtaya çevrildi. Bu torpaqlar cinlərə qaldı. Elə ona görə də onlar Şahzadə Vendala nifrət eləyirlər. Onun torpaqları bərəkətli idi. Cinlərin krallığında isə Allah otu bitirdi. Virginia. Virginia. Virginia, Virginia, sən cinlər krallığın seyirli ayaqqablarını götürmüsən? Virginia. Axmaqlar. Gic bəsərlər. Bir dəqiqə sizi tək qoymaq mümkün deyil. Ananız utandığından ölərdi. Hətta günah bizdə deyil. O ifritə seyirli ayaqqabı qutusunun köməkliyi ilə bizi aldatdı. Canavardan ən yaxşı arzularla. Virginia. Elə bilirsən bu ayaqqabılarda təhlükəsizsən? Yox, səhv eləyirsən. Cinlərin hər bir əmlakı təhlükəlidir. Virginia. Virginia. Axı, haradasan? Bir də salam. Onlar lazımi cəryanı toplamadığına görə çox işləyə bilmədilər. Gözə görünməz ayaqqablarının ən pis növüdür. Yox. Onları bir də görməyəcəksən. Nəyi görməyəcəm? Ayaqqabları, onlar mənimdir. Əgər onlardan indi əl çəkməsən, daha heç vaxt əl çəkə bilməyəcəksən. Haqlısan. Sən düz deyirsən. Onlar heç xoşuma gəlmiş. Adamda qəribə hissiyat əmələ gətirir. Gözə görünməz olanda özünü qüdrətli hiss edirsən. Qəribədir. Fantastikdir. Məni necə tapa bildin? Cavab ver. İyinlə. Ardımca gəl. 70 baxla qalıb. Onlar elə də çox deyirlər. Nəhənglər elə çox içirlər ki, nəsil artırmağa vaxtları çatmır. Bir söz soruşum. Hə, əlbəttə. Necə bilirsən? Mən qəşəngəm. Sənin kimi kişilərdən özümü qorumalıyam.
O Virginia, əgər bu ayaqqabılar olmasaydı sözlərinə inanmaq istəyərdim. Onları yenidən geymək üçün ağlına gələni deyə bilərsən. Bir onları xahiş eləyirəm. İlahi, bağışla. Bilmirəm mənə nə olub. Ayaqqabılardan qəribə şeylər baş verir. Elədi. Niyə istədiyini eləmirsən? Neynəməliyəm ki? Bu nədir? Cinlərdir. Bizi izləyirlər. Bircə bu çatışmırdı. Onlar itlərlədir. İyimizlə tapacaqlar. Qaçaq. Bura, tez olun. Bura. İtlər izə düşüblər. Hardasa bu yaxınlıqdadırlar. Dayan. Gözəlçə, sehirli göbələyi tapdın? Yox, mən xüsusi mamır tapmışam. Bununla başım özündə olur. Axırıncı dəfə bunu çəkəndə 3-cü gün gözümə mələklər göründü. Əla, daha çox fırlat. Çünki bizim bugünkü gecəmiz çox uzun olacaq. Boşboğaz, güclü, gözəlçə, hardasınız? Ata, gəlirik. Paxla iyi ifras eləyir. Ona görə də itlər izi itirirlər. Başa salmaya bilərsən. Təhlükə soğuşanacan burada oturaq. De görüm necə oldu ki, sən də bu hadisəyə qoşuldun? Bu axırıncı şansım idi. Axı sən həbsxanadaydın. Nə üçün? Heç, bir cüt quzu balasını narahat eləmişdim. Buna görə də məni həbsxanaya saldılar ki, göy səmaya dəmir qəfəsinin içindən baxım. İnsafsızlıqdır. Qulaq as. Bəlkə onları yeni geyinim. Nəyi? Ayaqqabıları yəqin cərəyan yığıblar. Bu nədir? Quyruğumdur. Quyruğun? Quyruq? Çox böyük deyil. Balaca fırçaya oxşayır. Sənin quyruğun var? Hə, nədir ki? Sənin iştahalı sinən var. Mən heç buna təəccüblənmirəm. Əl vura bilərsən, icazə verirəm. Əgər belədirsə, bəs onda niyə gizlədirsən? Çünki adamlar canavarı sevmirlər. Əl vur. O dişləmir. Nədir? Nə oldu? Əksinə yox, düzünə hamarla. Açarların bir-bir itir. Həbsxanadan canavar, cinlər və kraliçə qaçıb. Lənətə gəlim, həbsxanamızın təhlükəsizliyi ilə nə baş verir? Cənab, həbsxananı bütünlüklə axtardıq. Kraliçə qaçan vaxtda zirzəmidəki qapının açıq olduğunu təyin elədik. Zirzəmi? O zirzəmi dedi? Yəqin o elə oradan qaçıb. Aşağıda nə var? Cavab ver. Köynə xarabalıqdır. Qəsr həbsxanaya çevriləndən 100 il əvvəl əmələ gəlib. Güzgü. Qoy dustaqlar bütünlüklə oranı yığışdırıb təmizləsinlər. Rədd olun. Yox. Başqa aləmə yolu olan güzgü oradadır. Gərək Tonini dəstənin siyahısına daxil eləyək. Toni. Is.
Diqqət, diqqət. Buradakı zir-zibilin hamısını yığışdırmaq lazımdır. Zəncir kimi düzülüb, bütün zibilləri qayığa atmaq lazımdır. Bağışlayın. Nə? Biz qayıqdan çox uzaqda dayanmışıq. Bu cür incə əşyaları sındırıb əzmərik ki? Yox, elə bilirsən mələklər üçün olan alt paltarıdır. Adi zibildir. Nə deyirlər, onu da elə. Səsini də çıxartma. Lənət olsun, deyəsən çatdıq. İlahi, ümidvaram ki, o sağdır. Yəqin ki, özü öz qaydına qala bilər. Elə gün olacaq ki, onun başına pis iş gəlməsin. Atanı tanıdığıma görə buna möhkəm şübhə eləyirəm. Güzgün. Tez ol, güzgün. Lüz, lənətə gələsən. Nə inirsən? Tez ol. Təsir eləmir. Qulaq as, Lüz. Həbsxananın gözəli. Güzgünü qayığa at, tez ol. Atmayacağam, axılsına bilər. Əgər əmrimi yerinə yetirməsən, özüm səni çaya atacağım. Zəncirlə bir-birinizə bağlı olduğunuz üçün. Hamınız çaya düşüb boğulub öləcəksiniz. Hamınız bir yerdə. Yaxşı, yaxşı. Məni burada gözlə. Seyirli ayaqqabıları giyib həbsxanaya girəcəm. Yox, sən qayıtmayacaqsan. Onları özünü götürəcəksən. Yox. Hə? Yox. Hə, səndən fərqli olaraq onları mən qazanmışam. Yaxşı fikrim var. Necə? Onları giyinim, sənsə məndən yapış. Onda ikimiz də gözə görməz olacaq. Yox. Onları mən geyinəcəm. Sən isə məndən yapışarsan. Ayaqqabılara qarşı çox ehtiraslı olmuşsan. Mən uzaqlaşmışam səndən. Lənətə gələsiz. Biz onu öldürməliyik. Yeraltı keçid. Onu 31 il qazmışıq. Xahiş eləyirəm, məni də özünüzlə götürün. İnana bilərsiniz. Alkatrasdan qaçış filminə çox baxmışam və belə vaxtda nə eləmək lazım olduğunu bilirəm. Onu boğub öldürsəydi yaxşı olardı. Yox, ona inanıram. Çox sağ ol. Öz saatımı sənə verərdim. Ancaq heyif ki, artıq məndə deyil. Yaramazlığa görə 10 ay. Atama görə sən neynəyəcəklər? Yəqin o şöbəsindədir. Yeni dustaqları ora apararlar. Gedək. İti öldürüblər. Bəs şahzadə necə oldu? Eşidirsən? Yəqin bu şahzadədir. Virginia yox. Onu götürə bilmərik. Onda seyirli ayaqqablarının güc azalar və biz gözə görünərik. Virginia. Lənət olsun.
Ey uşaqlar, gözləyin. Hara gedirsiniz? Bağışla Tony, burada hər kəs özü üçündür. Əsas irəli getməkdir. Tez olun. Məncə o bizi atamın yanına aparır. Buradır. Ata, buradasan? Onlar gücünü itirdi. Xəbərdarlıq eləmişdim. Bax, Atam bu şəraitə fikirləşdiyindən də tez uyğunlaşıb. Əla. Mənimlə getməyəcəksən? Eybəcərlər təklikdə tez gedirlər. Azadlıq. Çıxışı kimsə tutub. Tony, sənsən? Kimdir? Canavardır. Sənə seyirli paxla verən. Yadına gəlir? Məndən uzaq dur. Keçiddə bunu necə eləyir? Artıq çıxmışam, amma ilişmişəm. İtələ məni. Tez ol. Yaxşı. Hər şey yaxşıdır. güzgüyə çatmaq üçün qayıtmalıyıq. Yox, onu zibillə bir yerdə qayığa tulladım. O çaydadır. Onlardan hansıdır? Sahilin yanındakı. Hanı? O buradaydı. Bəs hanı? Elə buradaydı. Baxın, cırtdan onu oğurlayıb. Bizim güzgü ondadır. Güzgü, yuxudan oyan. Cinlərin kralı, təlxəyi mənə tap. Tony, onu işə sal. Baxın, onlardır. Qoyun getsinlər. Lənəti gəlmişlər. Ata! Ehtiyatlı olun. Vur onu. Başından bir şeyle vur. Sizi itlere yem eləyəcəyik. Heç vaxt. Necə kövrək mənzərədir. Niyə belə elədiniz? Hələ uşaqlarım sayılırsınız. Sizən... Ata, sənə nə oldu? Nə olub? Güzgü. Mənə güzgü tapın. Rədd ol buradan. Çıx get.
Səni yenidən görməyimə şadam. Bir də belə eləsən səni öldürərəm. Deməli, Nə? uşaqların iti tapdılar. Hələ ki yox. Məni təəccübləndirirsən, əla həzrət. O möhkəm cəngindən necə qaça bilər axı? Mənimlə belə danışmağa necə cürət edirsən? Onu tutmaq lazımdır. Uşaqları onun izinə sal. O vaxtdan Vendal'ın krallığında nə inirsən? Tez bir vaxtda sarayına qayıt. Əmrimi gözlə. Mən əmrlərinə tabe deyiləm. Təhlükə, irəlidəki vəhşi ərazidir. Geriyə qayıdın. Sən elə gəlmir ki, sevgi üçün, əzizlənmək üçün darıxırsan, eləcə də bu fikirləri özündən uzaqlaşdırırsan. Mən özümdən razıyam. Neynirsən? Yox! Niyə belə eləyirsən? Bu sənin xeyrinədir. Ayaqqabılarımı niyə tulladın? Çünki onları yenidən geyməyi xəyal eləyirdin. Hə, hardan bilirsən? Möcüzə yaxşı şeydir. Ona tez alışmaq olur. Bəs sən niyə alışmırsan? Özünü necə saxlayırsan? Bütün iş görünməz olduğunu arzulamaqdır. Anthony, bilirəm ki, yeni qulum kimi məni heç vaxt ələ verməzsən, hətta həyatını belə qurban verərsən, ancaq hər halda sədaqət andı vermək istəmirsən. Tale bizi təsadüfi görüşdürməyib, aydındır, 9-cu krallığı xilas edən dördlük. Mən 4-cü krallığın kralıyam, bəs sənin vəzifən nədir? Sənin kimi tanımayan adam mühüm hökumət işində işləyə bilər və yaxud it olan vaxtı məni gəlib gedənlərdən qoruyursan. O nə idi? Heç nə. Yəqin balıq idi. Tələb eləyirəm gedəsiz. Cinlərin icazəsiz 4-cü krallıqda olması qadağandır. Bu 9-cu krallığın müqaviləsinin kobud halda pozulmasıdır. Sus! Əgər elə indi çıxıb getməsə, Şahzadə Vendala xəbər verəcəyəm. O isə öz əskərlərini göndərəcək. Mən 4-cü krallığa müharibə elan eləyirəm. Eləcə də Şahzadə Vendala. Ya 7 gün ərzində o mənimlə vuruşmalıdır, ya da onun krallığı mənim olmalıdır. Günəş çıxdı, səhərdir. Oyanın, 4-cü krallıqda yeni günü qarşılayın. Virginia, necə yatmısan? Çox pis. Bir saat əvvəl yuxuya getmişdim. Göyərtəyə qalsaydın, yaxşı olardı. Bir yerdə ulduzlara baxardıq. Əla olardı. Elə yaşsan ki. Gözəl sima, qəşəng qamət. Ey. Nədir? Qızıma elə baxışlara baxma. Sən bunu deyirsən? Heç nə elə bilmirəm. Heyvani ehtirasdır. Bəsdir. Uzaq dur ondan. Məhkəməyə düşmüsən. Necə uzaq durun? Biz balaca qayıqdayıq. Hər an ona toxuna bilərəm. Elə danışırsınız ki, elə bil mən burada yoxam. Nökər, biz göyərtəyə qalxmalıyıq. Vedrəni
və görəcəyi də götür. Birincisi, mən nökərin deyiləm. Sonra isə... Bu nədir? İlahi. Bu nədir? Lənət olsun. Bu nə balıqdır? Dünya üzrə məşhur qızıl çay balığı. Görəsən o sehirlidir. İlahi, əlbəttə. Bu hər şeyi qızıla çevirən qızıl balıqdır. Bəs bu nədir? Xəbərdarlıq, şüşəni ancaq maliyyə problemləri olduqda sındırmaq lazımdır. Bura baxın. Barmağını ağzıma sal, üzünü canıba çevir. Bir əşyaya toxun və gözlərinə inanmayacaqsan. Möcüzə baş verəcək. Həmin əşya təmiz qızıla çevriləcək. Sən inanırsan ki, o hər şeyi qızıla çevirə bilər? İnanıram. Ancaq deyəsən, indi bizə qızıl lazım deyil. Yox, ancaq qızıl, qızıldır. Bu qayığın sahibi yəqin indi var dövlətin içində üzür. Bütün xəyallarını gerçəkləşdirib. Yaxşısı budur ki, ona dəyməyəsən. Onu sakit bırax. Hə, yaxşı. Ona toxunmaram. Elə bilirsən oyun oynayırıq? Biz axı saziş bağlamışıq. Bir yerdə əməkdaşlığımıza görə Vendalın krallığının yarısını sənə verəcəyim. Artıq həbsxanadan çıxanda onu mənə vermirsən. Tac qoyma mərasiminin mənim planımla keçməyi vacibdir. Əgər Vendalın krallığında qalsan, hər şeyi körlamış olacaqsan. Onda böhran baş verəcək. O nə deməkdir? Vintaundan çıxıb getməlisən. Öz krallığına qayıtmalısan. Yoxsa hər şey məhv ola bilər. Bəlkə getdim, bəlkə də yox. Hə, bir söz soruşum, uşaqlarım necədir? Onların qabiliyyəti və cəsarətinə heyran qalmışam. Hə, onlara yaxşı bax ki, heç nə olmasın. Səbrin olsun, Əla Həzrət. Vendalın krallığını boş qabıda sənə verəcəm. Ancaq mən indi istəyirəm. Axmaq! Güzgü, de görüm niyə indiyə qədər Şahzadə Vendal tapılmayıb? O tək deyil. Ancaq görə bilmirəm. Kimi? Vendalla birlikdə 3 nəfər də səyahət eləyir. Onlardan biri səninlə danışa bilər. İkincisi isə təhlükəlidir. Onlar çayla gizlicə bizə tərəf üzürlər. Göstər. Onları mənə göstər. Göstərə bilmirəm. Canavar onlarladır. Onu tap. Qoy mənimlə danışsın. Onların cadusu dəyərsizdir. Cib qardaşlarım. Yox bir. Avar çək, tez ol. Sus boş boğaz. Bütün gecəni mən avarlamışam. Özün sus. Bəsdir şeylərini çeynədin. Çeynəmirəm, sadəcə dişimə vurub yoxlayıram. Dəstir, çərənlədin. Gözəlcə, tez ol. Avar çək. Ora baxın. Kitabdır. Kişiləri sevən qadınlar. Və qadınlara nifrət eləyən kişilər. Bu əladır. Canavar, şam yeməyi hazırlayacaqsan? Hə. Ancaq Virginia üçün özümü qaydaya salandan sonra. Salam canavar.
Çıx get, əl çək məndən. Tabeliyimdə olmağa razılaşmışdın. Yox, Hə, səni mən idarə eləyirəm. yox. Dostlarını niyə görə bilmirəm? Hansı sehirdən istifadə eləyirsən? Nə seyir? Hə? Yeməyimiz olacaq ya yox? Yox, heç kimlə danışmırdım. Yemək hazırlayırdım. Görüm o hardadır? Baxaq. Gəl hazırlayaq. Nə? Hey. Balıq. Yaxşı. Gözlərinə inanmayacaqsan. Möcüzə baş verəcək. O təmiz qızıla çevriləcək. Salam. Ay barmağım, bütünlüklə var dövlətdir. Ata, o nə səs idi? Sadəcə sınmış şüşələri yığışdırırdım. Barmağını balığın ağzına salmışdın? Yox, hə. Hə. Ancaq narahat olma, indi artıq varlıyıq, dövlətliyik. Bütün bu qayığı mən qızıla çevirə bilərəm. Onda o suyun altına çökər, biz batarıq. Məntiq var, yaxşı, başqa qərara gəlmişəm. Ancaq bizim çoxlu qızılımız olanda sən elə mənə çox sağ ol deyəcəksən. Hə. Bir sümükdən, kəllədən, ayaqdan tapa bilsəydim. Fərqi yoxdur, təki nəsə tapım. Heç olmasa bir şey tapaydı. Sahibəm mənə sümüyü vermir. Gərək orluyum. Döşək ağının altında gizlədərəm. O yatandan sonra onu yiyərəm. Sümük. Burada hardasa olmalıydı sümük. Qalx. Necə lazımdırsa elə qalx. Qorxuram. Nədən? Yıxılmaqdan. Çox hündürdür. Dörd ayaqlı gəzmək olar. Bilirsən kimsən? Mənə şirinyat verəcəklər. Sən it deyilsən. Şahzadə Vendalsan. 4-cü krallığın hökmdarı. Şirinyat sevən şahzadə Vendal. Geyin. Həyatın boyu öyrənməlisən. Tacı qoyma mərasimi üçün hər şeyi bilməlisən. Cəsur, vəfalı olmalısan. Həm də ağıllı. Bu çətin məsələdir.
Yox, Nə olub? heç nə, qəribə hiss keçirdim. Ey, baxın, cırtdanın qayığı. Hanı? Sahildə, baxın. Anthony, çox qəribə şey baş verir. Hiss eləyirəm ki, içimdə 2 nəfər vuruşur. Nə? Mən o qəsrə getməliyəm. Hansı qəsrə? O köhnə xarabalıqdır. Yaxşısı budur, qayığı yoxlayaq. Yox, mənim bədənim oradadır. Dayan! İlahi, Şahzadə qayıt! ona nə oldu? Şahzadə! Onun arxasınca sonra gedərik. Cırtdanı və etmiş güzgünü tapmaq lazımdır. Düzdür, qoy getsin. Çağırma onu. Tez ol! Tez ol! Tez ola bilmirəm. Əllərim qan içindədir. Mənim də. Lənətə gələsin səni. Əl çək məndən. Bəsdir, susun. Susun. Baxın, qəsrin xarabalığı. Kraliçanı görmək lazımdır. Əhla fikirdir, sahilə dön. Cürtdan səhərdən buradaydı. Yarım saat bundan qabaq getdi. Qayıqda olan şeylərlə birlikdə? Hə, Nə vaxt qayıdacaq? qayıtmayacaq. Öz gözəl qayığını mənim yabılı arabamı dəyişdi. Əla sazişdir. Bəs hara getdi? Dedi ki, meşə ilə keçib gedəcək. Ona çata bilərsiniz. Əla fikirdir. Tez olun, gedək. Dayanın. Bəs şahzadə nə olsun? O tək hərəkət eləmək istəyir. Ürəyim qan ağlayır. Ancaq biz güzgünü tapmalıyıq. Tony, özün deyirdin ki, o bizim üçün bir yükdür. Hə, bilirəm, ancaq Qulaq as. nədir? Bu yaxşı deyil. Yəqin ki, o elə belə ora qaçmayıb. Düzgünü itirmək istəyirsən? Ata, Yox, yox, dayanın. Cəmi 15 dəqiqə vaxt çəkəcək. yeməyi gözləyəndə dilini içəridə saxla. Onu bayıra çıxartmaq yaxşı hərəkət deyil. Acından ölürəm. Hanı mənim qabım? Səni gözəl yemək gözləyir. Yeməyi alacaqsan. Çəngəllə, bıçaqla, tuta biləndən sonra. Yoxsa ac qalacaqsan. İçmək istəyirsiniz, əla həzrət? Su dolu qab. Bir stəkan su. Şahzadə heç vaxt qabdan su içmir. Bir stəkan su. Xahiş eləyirəm. Yenə nəsə istəyirsiniz? Balaca top. Stol arxasında toplu oynamırlar. Əla həzrət, yanınıza 3 cin gəlib. Hələlik çəngəl bıçaqla məşq elə. 10 dəqiqədən sonra qayıdıb yoxlayacağam. Çəngəl, bıçaq. Əminəm, haradasa buralardayam. Yəqin ki, bu mənəm. Özümü hiss eləyirəm. Sən mənsən. Sən mənsən. Mən isə sən. Sən mənsən. Mən isə sən. Salam. Hə, yaxşı, yaxşı. 450. Xahiş eləyirəm. İndi əgər mənə tərəf dartına bilsən, hər şey əvvəlki kimi olacaq. Hə, tez ol. Axmaq it. Dartın, lənət olsun. Sənə çata bilmirəm, gözlə qorxma. Səni kömək eləmək istəyirəm, narahat olma. İndi qayıdıram, heç yanı getmə. Şahzadə Vendel hardadır? Hə, Şahzadə Vendel. Sizi onun ardınca göndərmişdim. Hər bir cin üçün yaxşı tapşırıqdır. O hardadır? Siz axmaqlar.
Güzgü ilə danışanda mənə deyib ki, Şahzadə Vendel hardasa buralardadır. Yəqin o Riventowndadır. Hə, necə gözlənilməz uğurdur. Gedin onu axtarın. Əgər bir də itsiz qayıtsaz, sizi öz ürəyinizi yeməyə məcbur edəcəm. Lənətə gəlmiş elflər. Ümumiyyətlə yaxşı qutardı. Şahzadə. 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 Anthony. Şahzadə. Özümü tapmışam. Ehtiyatlı ol. Qorun. Hey, ona dokunma. Onu saxlamışam. O adicə itdir. Qorxaqlar. Tony. Ata, Tony. Tony. ata. Nə yaxşı ki, hər şey qaydasındadır. Şahzadəni tapdın. Hə, Sənə nə olub? cinlərə qalib gəldim. Yaxşı. Bu yaxşı xəbərdir. Pis xəbər də var, Tony. Necə bilirsiniz, qayığı sürən bizi aldatmayıb? Ata, düzünü de, nə olub? Hə. Deyəsən... Deyəsən, iti onlardan ayırmaq lazım gələcək. Ovçu, Məni çağırmısınız, miledi? nə canavar, nə də cinlər indiyə qədər iti tapa bilməyiblər. Kimsə səbrimi tükəndirir. Onlar yanınızda heçdilər. Niyə onları güzgüdə görə bilmirəm? Nəzərlərimi nəsə dumanlandırır. Onlar yaxındadılar. Çayla üzüb sənin meşəndən keçəcəklər. Onları taparam. Ovçudan heç kim xilas ola bilməz. Həyatımın hər anını xoşbəxt yaşamağa çalışıram. Gün-gündən yaxşı olmağa başlayıram. Və qadın tələbinə qarşı meyilli oluram. Ehtiraslarımı hiss eləyib, öz-özümlə sülh yaratmağa çalışıram. Və belə tamamilə sakitlik və rahatlıq hiss eləyirəm. Bütün arzularımı idarə eləyirəm. Hə, bütün arzularımı idarə eləyirəm. Və Tony, bizim bekonları məhv eləyəcəksən. Yanığını hiss eləyirəm. Bekon. Özümü çox pis hiss eləyirəm. Ona bax, qızıl balığın adi yoxsunudur. Belə də olmalıydı. Axı onu öldürmüşəm. Vəziyyət hər an dəyişə bilər. Onun üçün narahat olmağa dəyməz. Doğrudan, sən axı bunu demək istəmirdin. Elə bunu demək istəyirdim. Nə? Bax, adi nümunə. Taxtanı görürsən? Tez ol, bura gətir. Gülməli deyil. O cürə davam eləsən, daha gülməli olacaq. Nə oturmuşsunuz? Axı xahiş elədim, yığışasınız. Sandviç düzəldirik. Güzgü bizdən getdikcə uzaqlaşır. Əgər bu yolu itirsək, daha heç vaxt evə qayıda bilmərik. Virginia, bəs səhər yeməyində bekonumuz necə olsun? Burun deşiklərimi, onun kimi heç nə qıcıqlandırmır. Balaca domuzlar öz qıvrım quyruqları ilə. Bekonu tavaya qoyursan, qızdırırsan. O üz, bu üz çevirirsən, dişləyirsən, yiyirsən, balaca tikələrlə çeynəyib udursan. Üstündən də bir cüt cücəni parçalayırsan. Çox acam.
Yeyin, qutarın, gedək. Dayan Virginia. Virginia, dayan. Virginia. Dayan, gözlə. Burada nə görürsən? Ağaclar, meşə. Yox, sən heç nə görmürsən. Bax gör, gecə yatanda burada nə baş verib? Nə? O talanı görürsən? Həm? Gecə yarısı buradan Porsul qaçıb. 2 saatdan sonra ana tülkü onun izinə düşüb. Bizim burada olmağımız onu qorxutdu və o yuvasına qayıtdı. Yarım saatdan sonra başqa tülkü gəldi. Erkək, cavan və cəsur. Elə başa düşürəm ki, o səhər yeməksiz qalmadı. Bax, burada otlar əzilib, çünki balaca qabın vurnuxurdu. Qəribədir. Necə olub? O səni oyatmayıb. Bax burada, düz sənin qarşında. Köstəbək yer qazıb, orada isə maral mənimlə birlikdə günəşin çıxmasını seyr eləyib. Hələ dovşanların, gecə həngaməsindən, qırqovulların nəvazişindən. Bu bayquşdan danışmıram və bütün bunları sən hiss eləməmsən. Mən sözümü dedim. Hə, gördüm. Yaxşı, biz gedirik ya yox? Tony. Mən kasıb, qoca qadınam. Bir yemək verin mənə. Bağışla, bizdə ancaq 6 buterbrod qalıb. Bəs siz, cənab? Mən ancaq iyana verirəm. Bəs siz, cavan ledi? Mənə biraz yemək verin, xahiş eləyirəm. Məndə olanı verə bilərəm. Virginia, niyə belə ürəyi açıqsan? Hə, ürəyi yumuşaqsan. Mənimlə yaxşı davrandığına görə sizə bir məsləhət verim. Bu ağacı alın. Yarıdan sındırın. İndi yenə də. İndi isə üçünü bir yerdə qoyub sındırmağa çalışın. Alınmır. Bu da mənim məsləhətim. Hə, məsləhətin bir buterbroda dəyərdi. Müəllimlər həmişə şagirdlərinə lazım olanda meydana çıxırlar. Görürəm deyəsə məktəbimə gəlməmisən. Bağışlayın, miss. Təsadüfən buradan araba ilə gedən cırtdanı görməmisiniz? Hə, bugün səhər o başlıca yolla gedirdi. Ancaq siz yaxşısı budur ki, yolla yox, meşə ilə gedin. Dayan. Ancaq bu yol meşədəki ən təhlükəsiz yoldur. Məsləhətimə qulaq asın. İzinizə düşən var, sizi öldürmək istəyirlər. Ey, Diyan, gözlə. Necə yəni bizi öldürmək istəyir? Bu meşəni idarə eləyən ovçudur. Eşitmişəm ki, o kraliçanın xidmətindədir. Bizim yolumuzdan qalıb, meşədən keçməyimiz onun üçün gözlənilməz olacaq. Nə üçün? Çünki keçilməz cəngəlikdən ancaq axmaq gedə bilər. Bəlkə lazım deyil. Belə. Bundan belə sizi mən aparacam. Hara getsəm, ora gəlin. Gözlə, mən...
İnilti eşitdin, yoxsa mənə elə gəldi? Mən eşitdim. Siz hələ çox şey eşidəcəksiniz. Çünki bu seyirli meşədir. Yox. Lənətə gələsən, bu nədir belə? Heç olmasa bilirsən, hara gedirik? Mən öz hissiyatıma inanıram. Ovçu kimdir elə? Ovçunun əmri ilə bütün icazəsiz ovlar qadağandır. Bütün gecəni gedə bilmərik. Yox, bilərik. Sakit. Eşidirsiniz? Qaraçılardır. Bəs indi neyniyək? Gəlin qoşulun bizə. Onlar heyvan oğullarıdır. İstəsələr bizi də öldürərlər. Nəsə təklif eləsələr, rədd eləməyin. Ancaq mən birinci sınaqdan keçirməmiş heç nəyi yeməyin. Nənənin evindəki şam yeməyinə oxşayır. Fikirləşirəm ki, yemək olar. Bu həftə ərzində yediyim ən yaxşı kirpidir. İndi növbə sən indir, nə məlum adam. Yox, bu nədir? Mən çala bilmirəm. Onda bizim üçün nəsə oxu. Mən müğənni deyiləm. Tony, oxu. Sahiblərimizin xətrinə dəymə. Axı, heç bir mahnı bilmirəm. Yəni, qonaqpərvərliyimiz bir mahnıya dəymədi? Yox, elə deyil, sadəcə bacarmıram. Yaxşı. Meşənin kənarında bir oğlan tapdım. Biraz yol getdik. Sonra onu yedizdirdim. Mənim 16, onun isə 21 yaşı var idi. Qaraçılar, avaralar və oğrular. Şəhərlilər bizə belə deyirlər. Qaraçı, avara, oğru. Ancaq hər axşam adamlar gəlir, bizə öz pullarını verirlər. Bizi azad eləyin. Azad eləyin. Xahiş eləyirik, bizi azad eləyin. Biz balaca günahsız qurbanlarıq. Bu seyirli quşlardır. Çox nadirdirlər. Onları tutmaq çox çətindir. Bunu ancaq qaraçılar bacarırlar. Biz qurbanıq. Başa düşürsünüz. Biz balaca qurbanlarıq. Onlara neyniyəcəklər? Qanadlarını kəsib varlı adamlara satacaqlar. Qoymayın bunu eləsinlər. Bu dəhşətdir. Elə adamlar var ki, onları yiyir. Bununla onların seyirli gücünü əldə edəcəklərini düşünürlər. Amma bu belə deyil. Bu dəhşətdir. Balaca balalarım qalıb, mənsiz acından öləcəklər. Doğrudan dəhşətdir. Buraxın bizi, xahiş edirəm. O qızıldandır? Yox, yox. Nə danışırsınız? Elə deyil. O sadəcə qızılı rəngdədir. Beləsindən ikisini almışam. Bir cür təsadüfən yoldan. Süfrə açın.
Sənə çoxlu var dövlət gəldiyini görürəm. Hə? Necə? Ancaq o gəldiyi kimi də gedəcək. Bu artıq olub. Bir baxlan var idi. Gələcək üçün nə deyə bilərsiniz? Mən axmaq tapmışam. Bəs buna kartdır. Bu isə dostu başıboş qanmazdı. Onlarla birlikdə isə təlxək və kəndli gicdə sər gedir. Aydındır. Qoy qız üçün də baxım. Yox, sağ olun, lazım deyil. İçində çoxlu qəzəb var. Çox şeyi daxildə gizlədirsən. Mənə saçının tükü lazımdır. Səni hamının yaddaşında əbədi qalacaq gözəl taley gözləyir. Adi ofisiant işləyirəm. Tanrı mənə heç bir bacarıq verməyib. Səni atdığına görə ananı heç vaxt bağışlamayacaqsan. Dedim ki, gələcək məni maraqlandırmır. Xahiş eləyirəm. Sevgi, nigah, uşaq. Xəyallarımdakı qız nə qədər vaxtdan sonra mənə, özünüz bilirsiniz. Ölüm görürəm. Balaca qız ölür. Hissələrə parçalanacaq. Yox. Yox. Mən ancaq 3 qız, 2 oğlan övladı barədə fikirləşmişəm. Mən alov görürəm. Sən bu alovda yanacaqsan. Yox. Sən olduğun kimi deyilsən. Sən canavarsan. Elə sənin nəvən kimi. Bugün bizimlə qala bilərsən. Dostların isə bu təhlükəli meşədə bir yerdə olsalar yaxşıdır. Hə. Kurtarın bizi. Azadlığa bırakın. Bırakın bizi. Bırakın bizi. Xahiş eləyirik. Bırakın bizi. Bizi kurtarın. Azad eləyin bizi. Xahiş eləyirik. Bizi kurtarın. Xahiş eləyirik. Azad eləyin bizi. Xahiş eləyirik. Xahiş eləyirik. Bizi azad eləyin. O neyniyir? Virginia. Virginia. Mənə kömək elə.
Lazım deyil. Bura gəl. Qaçaq, tez ol, tez ol. Tutun onları. Arkalarınca gedin. Onlar qaçırlar. Qayıdın. Dedim ki qayıdın. Başa düşmürəm. Qarı niyə təqibi saxladı? Yəqin bəxtimiz gətirdi. Gedək. Buradan nə qədər tez getsə, o qədər yaxşıdır. Kömək elə. Onu çarxın üstünə qoyaq. Gəl onu bastıraq. Hər vaxt onun dalınca gəlmək olar. Mən onu atmayacağam. Onu bugündən mən salmışam. Mən də xilas eləyəcəm. Bilmək istəyərdim ki, niyə onları bizi tez buraxdılar qaraçılara. Heç də oxşamırlar. Uzanın, fırlanın ve büyüyün çay kimi akın. Dartının, sancın, əzab verin. O haldan düşənə qədər əzab verin. Onu inildəməyə, qışqırmağa, ağlamağa məcbur edin. Eləyin ki, ölüm üçün yalvarsın. Ovçunun əmri ilə bütün heyvan oğrularına ölüm. O buradadır. O buradadır. O yaxındadır. Orada nəyinsə tərpəndiyini gördüm. Nədir? Mənə niyə elə baxırsan? Saçların elə bil dəyişib, başqa cür olub. Hə, əlbəttə. Dünən salona gedib düzəltdirmişəm. Yəqin ondandır. Yox, elə bil ki... Getdikcə uzanırlar. Uzanırlar? Hə, doğrudur. İlahi. Tanrım, onlar niyə belə çox uzanıblar? Bu qeyri-adi bir işdir. Nə baş verir? Qaraçılar, saçlarını nəsə eləyiblər, səni lənətləyiblər. Lənətləyiblər? Necə yəni? Saçlarını yığ. Yavaş, ağrıdır axı. Bağışla, ancaq onları saxlamaq elə də asan iş deyil. Saçın çoxdur, hələ çox uzaq gedəcəyi məndən soruşma.
Hara gedirik? Dayan, gözlə. Biz daha gedə bilmərik. Hardasa dayanmalıyıq. Bu cür keçilməz cəngəllikdə sığınacaq hardan tapaq? Bilmirəm. Baxın, baxın. Ey, burada kim var? Hər şey qaydasındadır. Burada çoxdan heç kim yaşamır. Hey, bura gəlin baxın. 1, 2, 3, 4, 5, 6, 7. Fikrimi oxuya bilərsiniz? Bura Ağcəpərinin evidir. İlahi, burada 7 cırtdan yaşayıb. Bura çoxdan heç kim gəlməmişdi. Nə balaca çarpayılardı. Bu dahiyənin tarixçəmizin bir hissəsidir. Bu yazıq şahzadə müqavvadır. O nənəsinin evinə gəlinmiş. Əcəbdir. Əgər bizi izləyirlərsə, gərək buxarını yandırmayaydıq. Dəxli yoxdur. Mən yaş saçla yata bilmirəm. Bunu səndən soruşmaq heç ağlıma da gəlmirdi. Şahzadə ilə Ağcəpərinin toyundan sonra nə baş verdi? O kraliçə oldu. Tarixi dəyişən 5 dahi qadından biri oldu. 5 dahi qadın? Ağcəpəri, Zoluşka, Qırmızı Papaq, dahi Gretta və yatmış Şahənə. Onlar ilk dəfə 5 krallıq yaratdılar və dünyada sülh yaratdılar. Onlar artıq həyatda yoxdular. Deyirlər Zoluşka hələ də yaşayır. Axırıncı dəfə onu 40 il əvvəl görüblər. İndi onun yəqin ki 200 yaşı olar. Xoşbəxt həyat dövrü çoxdan keçib getdi. İctimai dövrü başlandı. Qaraçı köçündəki oğlanla nə danışırdın? Heç, elə belə, canavar söhbətləri. Nə canavar söhbətləridir? Nədənsə danışmağımız lazım deyildi. Biz sadəcə oturmuşduq. O həyatında hələ bir dənə də başqa canavar görməyib. Qorxurdu. Hamı kimi olmayanda tənha yaşamaq çətin olur. Bəs anam hardadır? Bilmirəm. Bizi atıb gedəndə mənim 7 yaşım var idi. Uşaq ikən səni atıb getmək çox kədərlidir. Onun barəsində çox az düşünürəm. Çünki bir ana kimi heç vaxt mənə yaxın olmayıb. Nə olmuşdu ki? Heç. Sadəcə evdən çıxıb gedib. Qəribə deyil. Çünki mənim atamla evli idi. Nənəmi görmüsən. Bax, anam ona bənziyirdi. Bir-birinə uyğun gələrdilər. Onlar heç nişanlı da deyildilər. Hər halda bu çoxdan baş vermiş hadisədir. Bəs indi o hardadır? Bilmirəm. Bu məni heç narahat da eləmir. Onun necə olması səni maraqlandırmır? Əvvəllər o mənimlə əlaqə yarada bilərdi. Ancaq istəməyib, bunu eləməyib. Yəqin ona lazım deyiləm. Eləcə də o mənə lazım deyil. O? Nədir? Elə belə. O. Sadəcə o. O. Lazım olmayan səslər çıxarıram. Çalışıram kitabların mənə öyrətdiyini sənə çatdırmayım. Həyatında dahiyənə bir iş görməlisən. Hə? Niyə belə qərara gəlmisən? Çünki sənin böyük ürəyin var. Onu yenicə sındırıb heç eləyiblər. Vətənində kimin nəsə belə bir şey baş verib?
Əlbəttə yox. Ya uzun müddətlər xoşbaxt yaşayırdıq, ya da qorxulu ofsunların nəticəsində bizi öldürürdülər. Sən heç kimə inanmırsan? Sənə dəqiq inanmıram. Yaxşı. Ancaq incimə. Onda səni heç vaxt heç kim sevməyəcək. İlahi. Aman tanrım. Nə olub? Aman tanrım. Belə də şey olar. Onlar hər tərəfdədirlər. Bəs indi neyniyək? Tony, oyan. Onlar pilləkənlə yuxarı çıxırlar. Bilirsiniz, işlər pisdir. Onları qayçı belə kəsmir. Bəlkə onlar elə böyüməkdə davam eləyəcəklər. Öz saçlarımdan öləcəyim. Yox, nə danışırsan? Narahat olmayın. Sen bizi xilas elədin. Ona göre de saçlarını necə kesmeyi biz diyerik. Xahiş eləyirəm. Bu meşede odun yaran var. Onun sihirli baltası var. O dünyada her şeyi kesebilir. Saçlarını da kesse o kesecek. Sen ise bu lanetten kurtaracak. Onun saçları biraz da uzanmamış. Tez olun gedək. Hə. Necə gözəl almadır. Düzdür? Yox, Tony, nə edirsən? Almadan yemə. Nə olub ki? Yadından çıxarmısan biz hardayıq? Ağcapərinin evində. Nə olsun? Yəqin bu alma Ağcapərinin zəhərləyən almanın tumlarından əmələ gələn almadır. Bu meşədə görəsin təhlükəsiz bir şey var. Gedək, vaxtımız azdır. Sən taşları götür, mən isə iti. Ehtiyatla, yıxılma. Ələ salırsan məni? Səni mən lənətləməmişəm. İyi hiss eləyirəm. Əminəm ki, bu ovçudur. O yaxındadır. Tez, getmək lazımdır. Özünə gəl, mən tez gedə bilmirəm. Virginia, bir saatdan sonra o bizə çatacaq. Yaxşı. İndi necə eləyək? Sizi gizlədərəm. Ovçu olmağına yaxşı ovçudur. Ancaq o izlə gedir. Yəqin ki, heyvanlar kimi hiss eləmir. Onu aldadıb böyük dövrə vurdurub sabah qayıdaram. Şahzadədən başlayaq. Bax belə, yaxşı. Necəsiz? Yaxşı. İndi isə səsinizi çıxarmayın. Mən gələnə qədər susun və tərpənməyin. Yaxşı? Yaxşı, mən getdim. Virginia!
Çıx qaç, tez ol. Qaçaq, ardımcı gəl. Tez ol, qaçdıq. Virginia. Virginia. Bəs, ağrıdır. Burax. Burax məni, tez ol. Nə olub? Nə olacaq? O Virginia'nı tutub apardı. Yox, hə. Biz onu daha görməyəcəyik. Nə? Bunlar mənim günahımdır. Günah məndədir.